علی فصاحت، علی بلاغت، علی کرامت مولا، علی şecaat, علی şehamet. Elmi olmayan şeydən itaət eləməsin. Həqiqətinə varmadığı şeydən itaət eləməsin. Bilmədiyi şeydən danışmasın. Mümkündür bugün bir batil tərəflə danışarsan, deyər ki, və deyirlər də. Görsə məsələn, deyirsən, niyə bu batilə qoşuldun? Deyir, haqqı burada tapdın. Bilirsən niyə? Çünki onu sənə haqlar deməyib. Əgər haqq və həqiqət desəydi sənə yol göstərən həqiqi tərəf olsaydı, onda bilərdin ki, sən səhv yoldasan. Məsələn, Vəhabi cərəyanı kimi. Elə bilirlər ki, düz yoldadırlar. Amma bunların elədikləri bütün dinin və Qur'anın əksinə və əleyhinədir. Bütün bunların elədikləri dinin əksinədir. Amma səninlə danışanda deyir ki, Allah səni haqqa hidayət eləsin. Bu, bilmədiyi şeyə itaət eləyib. Bir dənə məsələ düşdü yadıma, qoy onu deyim. Mənə göstərmişdi qardaşlarını sosial şəbəkələrin birində. Qoy elə onu da deyim, o kimdirsə bilmirəm, əleyhimə əleyh, o məli ona da cavab olsun elə. O müəyyən hadisələr olmuşdu Azərbaycanda bir neçə il bundan qabaq, hicab məsələsi ilə bağlı. Orada xanımlardan birinin belə bir nidası var, belə bir müraciəti var. Fəryad çəkərək İmam Zaman əleyhissalamı səsləyir. Hər halda o kadrları çoxunuz görmüşsünüz ki, ya sahibə zaman, hardasan, hicabımıza əl atırlar. Hər halda o kadrları çoxunuz görmüşsünüz internetdə. Deyir ki, bir nəfər ona şərh yazır bu məlhumlardan ki, Allaha şərik qoşub. Allaha şərik qoşub. Niyə Allaha şərik qoşub? İmam Zamanı səsləyir. Allah qalıb qıraqda, İmam Zamanı səsləyir. Yəni İmam Zaman əleyhissalamdan nəsə istəmək, yəni İmam Zaman əleyhissalam deməyək, şəxs olaraq bir nəfərdən nəsə istəmək, deyirlər şirkdir. Bilirsiniz niyə belə danışır bu? Çünki bu bilmədiyi şeyin barəsində danışır. Həqiqətinə iman gətirmədiyi şeyin barəsində danışır. Və o şey ki, onun iman gətirdiyi şeydir və onda həqiqət yoxdur, məlum o bu cür danışacaq. Bu ağzından çıxardan sözü bilmir. Əgər o cür olsa, bu məsələlərin müxtəlif hissələrinə toxunulub və deyilib, əziz qardaşlar, bunu yadınızda saxlayın. Onda bizim peyğəmbərlərimiz hamısı müşrik olublar. Əgər Allahdan başqasını çağırmaq şirkdirsə, bizim peyğəmbərlərimiz müşrik olublar. Yusuf surəsi. Belə bir surə eşitmişsiniz Quranda. Var da belə bir surə. Həzrət Yusufun adına olan surə. İstəyirəm mənə cavab verəsiniz, mən də onun səhifəsini tapmışsınız da dillənmirsiniz, elə baxırsınız. Var. Söz var deyin ki, mən o ayəni tapım da. Bir dənə ayə var Həzrət Yusufun qəziyyəsində ki, onu da çoxlarınız Bəhruz müəllim eşitməsin, filmdə görmüşsünüz. Hə. Buradadır Bəhruz müəllim. Daha mövzu tapanmədim müəllim, hüzürlü sakin. Yusuf surəsi 97-ci ayə. Qalu ya əbana istəğfir lənə zunubənə inna kunna xatiin. Həzrət Yaqubun oğlanları belə dedilər. Atacan, bizi üçün bağışlanmaq istə. Biz səhv eləmişik. Qal, Həzrət Yaqub dedi peyğəmbər olaraq, Savfə əstəğfiru ləkum Rabbi. Mən bir neçə gündən sonra sizi üçün dua eləyəcəyəm ki, deyirlər, cümə gününə keçirmişdi o duanı. Ki, cümə ki, dualar qəbul olur. Həzrət Yaqub təfsirçilər deyirlər, dedi ki, bir neçə gündən sonra, yəni cümə günündə dua eləyəcəm ki, qəbul olsun. Əgər
Allah'tan başqasına söz demək şirkdirsə, niyə oğlanları Həzrət Yaquba müraciət eləyəndə ki, bizi üçün dua elə, demədi ki, Allaha şərik qoşmayın və bunların şərik qoşmaqlığını təsdiqləyərək dedi, səvfə əstəğfiru ləkum, mən sizin üçün dua eləyəcəyim, yəni şirkünüzə qüvvət verəcəyəm. Allahın Peyğəmbəri idi də, əgər bu cürdürsə ki, insana söz demək şirkdir, Vəhabi, biz bu şirki Peyğəmbərlərdən öyrənmişik. Əgər bunlar müşrik idilərsə, Həzrəti Yaqub bunlara etirazım bildirərdi. Əgər bunlar müşrik idilərsə, Həzrəti Yaqub bunlar üçün heç dua eləməzdi. Bilirsiniz niyə? Çünki müşrik üçün, münafiq üçün dua eləməyin mənası yoxdur. Kim deyir ki, müşrik üçün dua eləməyin mənası yoxdur? Məlum ki, sən deməyəcəksən, sən Yezid üçün də dua edirsən, Allah sən elə ona məşhur eləsin. Amma Allah bu cür demir. Allah buyurur ki, Peyğəmbərə, Münafiqun surəsinin 6-cı ayəsində Səvaun aleyhim əstəğfərtə ləhum əm ləm təstəğfir ləhum lən yəğfirəllahu ləhum. Peyğəmbər o münafiqlər üçün hətta sən də dua eləsin, Allah onları bağışlamayacaq. Özü də lən bilirsiniz nədir? Həzrəti Musa ilə olan söhbətin ləni. Lən nəfyi əbəddir. Qrammatikada bir neçə dənə nasibə hərfləri var. Ən, lən, kəy, izən. Lən nəfi üçündür, inkar üçündür. Özdə lən neyi inkar edir? Bir dənə sözün əvvəlində gəlirsə, o işin heç vaxt baş verməməsini bildirir. Həzrəti Musaya Allah deyəndə məni görə bilmərsən, digər nəfilərdən istifadə eləmədi. Dedi, lən tərani ya Musa. Musa, sən məni heç vaxt görə bilmərsən. Bir şeyin əvvəlinə lən gəlibsə, bunun mənası budur, heç vaxt mümkün deyil. Allah Münafiqun surəsinin 6-cı ayəsində Peyğəmbərinə buyurur ki, sən onlar üçün dua eləsən də lən yəğfirəllahu ləhum, Allah onları bağışlamayacaq. Özü də heç vaxt bağışlamayacaq. Əgər münafiq və müşrik üçün, bilirsiniz də, müşrik münafiqdən də şiddətli formadır. Münafiq budur ki, ən azından zahirən la ilahe illallah deyib, Vəhabilər kimi. Münafiq ən azından budur ki, namaz qılır, zahirdə də olsa, Quran oxuyur. Amma işi İslam deyil, İslama zərbə vurmaqdır, ikiyüzlülükdir. Burada səni iləndir, o tərəfdə İngilisləndir, düşmənləndir. Münafiqlərin barəsində Allah deyir ki, onlar üçün Peyğəmbər, sən də dua eləsən bağışlamayacam. Müşriklərin barəsində nə deyir Allah Quranda? Buyurur, mən bütün günahları bağışlayıram, mənə bağlanan şirkdən başqa. Düzdür deyil. Münafiqdən də pisliği olar. Allah deyir, mən bütün günahları bağışlayaram, mənə bağlanan şirkdən başqa. Necə olur Həzrəti Yaqubun övladları Allaha şərik qoşdular? Allahın yeryüzündəki hüccəti və Peyğəmbəri Həzrəti Yaqub onlara cavab vermədi. Bəlkə tək Allahlığı yaymaq üçün gələn Yaqub əleyhissalam dedi ki, eyb yox, qoy cümə günü gəlsin, mən sizin şirkimizi artırmağa kömək edəcəyəm. Bu cür çıxır da, dedi, səvfə əstəğfiru ləkum, mən sizi üçün dua edəcəyəm. Əgər dua istəmək və dua eləmək şirkdirsə, Həzrəti Yaqubun sözündən bu çıxır. Oğlanlarım, səbr eləyin, mən sizin müşrikliyinizi artıracağım cümə günü. Deyirlər, ya sahibə zaman demək şirkdir. Niyə?
Çünki ya sahibə zaman deyəndə o elədikləri qələti eləmirlər. Ya sahibə zaman deyən körpə başı kesməz. Ya sahibə zaman deyən millət qanı itməz. Ya sahibə zaman deyən hüquq tapdalamaz. Ya sahibə zaman deyən hicab atmaz. Ya sahibə zaman deyən hicaba qadağa qoymaz. Ya sahibə zaman deyən məscidə qadağa qoymaz. Ya sahibə zaman deyən Allaha qadağa qoymaz. Məlum məsələn sən bunu qəbul eləməyəcəksən, eləyə də bilməyəcəksən. Sən sahibə zamanı qəbul eləsən, Avropanın gəliri kesiləcək sənin üçün. Sən sahibə zamanı qəbul eləsən, sənə verilən məvacibat kesiləcək. Sən sahibə zamanı qəbul eləsən, o sənə verilən obyektlər, evlər əlindən alınacaq. Sən sahibə zamanı qəbul eləsən, qabaqki kimi sigaret almağa pulun olmayacaq. Bahalı maşınlardan düşəcəksən aşağı. Sən sahibə zamanı qəbul eləsən, onda sənin zülümlərin və sənə qarşı olan haqsızlıqlar artacaq. Çünki sahibə zamanı qəbul eləmək bugünkü zülüm dünyasında zülmə yox deməkdir və mən zülümləri qəbul eləyirəm deməkdir. Sahibə zamanı tanımayan bir nəfər göstərin ki, onun haqqını tapdıyıblar, ona qarşı haqsızlıq eləyiblər, ona niyə burada dayanmısan deyiblər. Tanıyırsınız belə bir qurum? Belə bir cərəyan, belə bir ümmət tanıyırsınız? Yoxdur. O adam ki, gələ haqqı dana ona haqsızlıq ola. Haqqı dananların bayramıdır. Məlum məsələdir, Peyğəmbər demişdi, dünya kafirin cənnətidir, möminin isə zindanıdır. Həmişə zülümdə haqq tərəfdarları olub. Ona görə Bəni İsrail bir günün içində 70 dənə Peyğəmbərin başını kəsdi. Heç yerdə yoxdur ki, Peyğəmbərlər bir dənə Yahudi başı kəsiblər. Onlar Peyğəmbərlərin başını kəsiblər. Bu günləri kim Peyğəmbərlərin yolundadsa, imamların yolundadsa, onlar zülmə məruz qalıblar, qalacaqlar da, amma yəsi gələnə qədər. İmam Zaman əleyhissalam gələnə qədər, gələndən sonra sözsüz ki, Həzrət Peyğəmbər buyurdu, mənim nəvəm gələcək, dünyanın sonuna bir günlə qalmış olsa, Allah o günü o qədər uzadacaq, o gələcək, zuhur eləyəcək, zülmlə dolmuş dünyanı ədalətlə dolduracaq, ondan sonra qiyamət baş verəcək. Məlum məsələdir, bu günləri haqqı qəbul eləməyən İmam Zamanı çağırana nahaq deyəcək, İmam Zaman ağanı səsləyənə batil deyəcək və müşrik deyəcək. İmam Zamanı səsləmək ki, onu səsləməyi Maidə surəsinin 35-ci ayəsində Allah deyib bizə, şirk olub, südəmər körpənin başını kəsmək, canlı insanın sinesin yarıb ürəyin çıxarmaq və onu o Hind kimi, o teşt uşağı teşt kimi dişinə çəkmək iman və müsəlmançılıq olur. Kim eləmişdi? İnsanın ciyərini kim yiyib tarixdə? Yezdin nənəsi Hinddən başqa heç kim. Muaviye'nin anası Hint'ten başka hiç kim. Arabistan'ın arvadı Hint'ten başka hiç kim. Çünkü hiç kim diyebilmez ki o Ebu Süfyan'ın hayat yoldaşıydı. O Arabistan yarımadasının hayat yoldaşıydı. O idi Seyyid-i Şüheda Hamza'nın ciğerini yiyen. Bugünleri o Seyyid-i Şüheda olup, Peygamber'e sadık olup, o cürdə onun barəsində danışmırlar. Amma Xalid kimi məlunlar ki, yüzlərlə müsəlmanları qırdırıblar, olublar ulduz səhabə. Çünki bunlar eləyəni eləyiblər axı. Bunlar atdığı addımı atıblar. Allah'ın verək öz Allahlığına xatir bizi haqqı görməyə müvəffəq eləsin. Bizi bilmədiyimiz şeyə itaət eləməkdən saxlasın. Aqibətimizi xətmə bi xeyr eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yelid ve lam yulad ve lam yekun lehu kufuven ahad. Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu.